Hörmətli xanım prezident, hörmətli qonaqlar, xanımlar və cənablar, xanım prezident, sizi bir daha səmiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu sizin Azərbaycana ikinci səfərinizdir. Mən çox şadam ki, siz COP29 konferansında da fəal iştirak eləmişsiniz və konferansın uğurla keçirilməsinə öz töhfənizi vermişsiniz. Noyabr ayında görüş əsnasında mən sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm və şadam ki, mənim dəvətimi qəbul edib bugün rəsmi səfərdəsiniz. Biz iki tərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi diyaloq dinamik xarakter alır. Bizim xanım prezidentlə İkinci görüşümüz qısa müddət ərzində onun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bugünə qədər ticarət iqtisadi sahəsində o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, sizin rəsmi səfərinizdən sonra və nümayəndə heyətlərinin təmaslarından sonra bu boşluğu da biz dolduracağıq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və keçən ilin sonlarında bu baş verdi və bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə lazım olan həcmdə qaz təchizatını biz artıra bilərik. Çünki biz bugün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hal-hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. 12 ölkədən 10 ölkə Avropa ölkəsidir. Və keçən il Azərbaycan xarici bazarlarda 25 milyar kubmetr qaz təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur, çünki yerli tələbatı da biz ödəyirik. Ancaq əhatə dairəsi qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən 3 il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq bəyannaməsi bunun əyani təzahürüdür. Bugün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropa tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində iki tərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Mən xatırlayıram ki, sizin keçən səfəriniz çərçivəsində siz Azərbaycanın mədəni həyatı ilə də tanış olmusunuz və bilirəm ki, sabahki proqramınızda da buna oxşar tədbirlər var. Biz bunu çox müsbət qarşılayırıq, bunu alqışlayırıq. Xalqlarımızın humanitar sahədə əməkdaşlığına da böyük ehtiyac var. Şadam ki, siz eyni zamanda Bakıda keçiriləcək 12-ci Qlobal Bakı forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəz tərəfindən
təşkil olunan bu forum dünya miqyasında layiqli yerini tuta bilibdir. Əlbəttə ki, sizin dəyərli fikirləriniz, tövsiyələriniz hamı üçün maraqlı olacaq. Siz bizim tələbələrimizlə də görüşəcəksiniz. Buna görə də sizə təşəkkürümü bildirirəm. Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz həm beynəlxalq təşkilatlarda, yüksək vəzifələrdə çalışmışsınız. Eyni zamanda ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Və ona görə sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər. Bir daha xanım prezident sizi səmiyyətlə salamlayıram. Xoş gəlmişsiniz. Əminəm ki, səfəriniz uğurlu olacaqdır. Благодарам. Sağ olun. Əvvəlcə, hörmətli Prezident Əliyev, hörmətli mətbuat nümayəndələri, qısa müddətdən sonra Bakıya səfər etmək fürsətinə görə minnətdaram. Mədəniyyət diplomatiyasının gücünə dərindən inanan bir şəxs kimi Cənab Prezidentə söylədim ki, mən həqiqətən buraya yenidən gəlməyimi arzulayırdım. Bununla belə, mən məlumatım olmadığı bəzi məsələləri də artıq müzakirə etdim. Ölkəniz müsəlman şərqində ilk cümhuriyyət qurmuş, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Ötən dəfə söylədiyim kimi, ilk dəfə ziyarət edə bilmədiyim muzeylərə bu dəfə gedəcəyəm. Bu fürsətə görə sizə təşəkkürümü bildirirəm. Prezident artıq söylədi ki, əgər belə qısa müddət ərzində bir insanla yenidən görüşürsənsə, deməli, bunun aydındır ki, yaxşı əsasları var. Fikrimcə, bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdir. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin 30-cu il dönümü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır. Cənab Prezident Azərbaycanla strateji tərəfdaşlıqda Avropa İttifaqının marağı haqqında artıq danışdı. Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpa olunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir. Mən Cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və razılaşmaya imza atacağıq. Bu o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq. O cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq. Mən qarşımda Xarici İşlər Nazirini görürəm. Biz dərhal diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin tətbiqi kimi təəccüblü bir vəziyyətə son qoyacağıq. Zənnimcə, bu nə Şimali Makedoniyanı, nə də Azərbaycanı qane edən vəziyyət deyil və bu addımın atılması iki xalq arasında yaxınlaşmaya xidmət edəcəkdir. Ümid edirəm ki, biz Azərbaycanın mədəniyyətini də tanımağa davam edəcəyik. Bundan əlavə, elm sahəsində də universitetlərimiz arasında əməkdaşlığın qurulmasına nail ola bilərik.
Azərbaycan hətta təyyarədən belə çox gözəl görünür. Ölkəniz ilə əyani tanışlıqda isə o insanı valeh edir. Bu səbəbdən turizm sahəsi də əməkdaşlıq edə biləcəyimiz sahələrdəndir. Artıq qeyd etdiyimiz kimi, bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmamışdır. Coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində bir sıra marşrutların kəsişməsində yerləşirik ki, bu Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bugün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şeyi öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə dövlət neft şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq. Cənab Prezidentə söylədiyim sonuncu fikir ondan ibarət idi ki, 21-ci əsrdə yenidən dünya nizamı ilə bağlı fərciyyələrin irəli sürülməsi insanı sarsıdır. Ukraynada daxil olmaqla bu geniş region dünyada cərəyan edən hadisələrin özəyini təşkil edir və müxtəlif tərəflər bu regionda təsir gücünə malik olmaq istəyir. Zənnimcə, Avropa yenidən qapılarını açır və sizin nailiyyətləriniz sayəsində biz gələcək əməkdaşlığımızı davam etdirə bilərik. Səmimi qonaqpərvərliyə və fikir mübadiləsinin aparılması fürsətinə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı illərdə biz daha güclü əməkdaşlığa nail ola biləcəyik. Bu məqamda mən strateji əməkdaşlığa dair sazişi qeyd etmək istəyirəm. Belə bir saziş region ölkələri ilə imzalanıb və mən müvafiq sazişin Azərbaycanla da imzalanması üçün heç bir maneəni görmürəm. Diqqətinizə görə sağ olun.